Bismillahirrahmanirrahim və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcma'in. Əmmə ba'd. Bugün müsəlman kişinin şəxsiyyəti dərslərinin 10-cu dərsidir və mövzumuz hilm sahibi olmaqdır. Bugünkü dərsimiz biraz qısa olacaq inşallah. Mövzu barədə çox da məlumat olmadığından dolayı və bildiyiniz kimi bütün bu dərslərdə keçilən mövzuların hamısı bir-birinə əlaqəli olduğu üçün bir çox məsələləri daha öncəki dərslərdə danışdıq. Ondan dolayı da həmin mövzulara bir daha qayıtmayacağıq Allahın izni ilə. Lakin zaman-zaman bəzi xatırlatmalar edəcəyik. Allah Resulü sallallahu aleyhi ve sellem Abdülqays qəbiləsinin rəhbəri olan Əşəc adlı bir nəfər var. Əşəc Abdülqays adından tanınan radiyallahu anh sahabədir. Və ilk iman etmiş qəbilələrdən biridir. Bu Abdülqays qəbiləsi. Allah Resulü sallallahu aleyhi ve sellem onun haqqında onun özünə belə demişdir. İnnə fikə xaslətəyni yuhibbuhumallahul hilmu vəl-ənə. İnnə fikə xaslətəyni yuhibbuhumallahu əl-hilmu vəl-ənə. Deyir ki, səndə iki elə xislət var ki, Allah onları sevir. Bu, hilm və əl-ənədir. Bilinirlər izahlarına gələcəyik. Hilm nə deməkdir? Allahın sevdiyi bu iki xüsusiyyət. Əl-hilm, yəni ki, qisas almaq üçün, intiqam almaq üçün tələsməmək. Yəni, sakit təbiətli olmaq və sənə qarşı pislik edənlərə qarşı qəlbində kin saxlamamaq. Bu iki xüsusiyyətin adı hilmdir. Yəni, hilimli bir kəsdir, həlim bir kəsdir deyirik həmin kimsəyə. Təkrar edirəm, qisas almaq üçün, intiqam almaq üçün tələsməmək və eyni zamanda sənə qarşı pislik edənə qəlbində kin saxlamamaq. Bu iki xüsusiyyət hilm adlanır. Əl-ənə, əl-ənətu, sonu təmərbut eləmidir. Bunun mənası isə, yəni belə deyək, bu da eynən tələsməməkdir, təmkinli olmaqdır və bir şey deməmişdən və bir şey etməmişdən öncə yaxşı-yaxşı düşünməkdir. Yəni, düşünmədən hərəkət etməmək, düşünmədən söz danışmamaq, yaxşı-yaxşı düşünüb sonra danışmaq, sonra hər hansı bir işi görməkdir. Bu xüsusiyyət də əl-ənə olan xüsusiyyətdir. Və Əşşac, bayaq da dediyimiz kimi, böyük bir qəbilənin rəhbəri idi və təbii ki, lider idi. Və liderdə lazım olan xüsusiyyətlərdən ikisi hilm və əl-ənədir. Bu dediyimiz xüsusiyyətlərdir. Və təbii ki, bu iki xüsusiyyət hikmətin daxilində olur. Yəni, hikmətli olmaq mövzusunu yadımıza saxlayaraq bunu etmək lazımdır. Çünki bu məsələləri bir-birindən qopuq şəkildə ələ alsaq, hər birini yanlış şəkildə istifadə etmiş olacaq. Keçən dəfə hikmət mövzusundan danışarkən hikmətli olmağın doğru və yanlış tərəflərini qısa da olsa dilə gətirdik. Bugün də hilmli olmaq hansı formada doğru olur və hansı zamanlarda yanlış olur. Yəni, hilmi harada yanlış anlayırıq, harada doğru anlaya bilərik. Bu məsələyə bu məsələ ilə bağlı bir-iki nüansa toxunacağım inşallah. Və onunla da Allahın izni ilə dərsi bitirəcəyik. Yəni, hilm hikmət daxilində olmalıdır. Yəni, və bəzən məsəl üçün qəlbində kin saxlamamaq nə deməkdir əslində? Yəni, doğru şəkildə bunu anlamaq lazımdır. Qəlbində kin saxlamamaq o demək deyil ki, lider insanları tanımamalıdır. Yəni, sözün belə deyim. Tutaq ki, bir kimsə sənə bir pislik etdi. Məsələn, xəyanət etdi. Və yaxud da ki, səni bir yarı yolda qoydu. Və yaxud da ki, sənə hər hansı bir formada pislik etdi. Qeybətini etdi. Malını uğurladı və s. Yəni, hər hansı bir şey, hər hansı bir hadisə, negativ bir hadisə baş verdi onun tərəfindən. Və sən qəlbində ona kin saxlamırsan. Bu kin saxlamamaq nədən dolayıdır? Baxın, yəni, bir qapazaltı olmaq var, üzr istəyirəm ifadəmə görə. Bir də hilm sahibi olmaq var. Bu ikisi arasında fərq var. İnsan nə vaxt qapazaltı olur? Yəni, insanlar onu məsxərəyə qoyurlar, onu vecinə almırlar, yeri gələndə pislik eləyirlər, yeri gələndə xəyanət eləyirlər, yeri gələndə malını əlindən alırlar. O da deyir ki, mən hilm əhliyəm, mən sakit dayanacam. Yox, bu hilm deyil. Hilm nə vaxt hilm olur? Niyə lider, ümumiyyətlə insan hilmli olması onun üçün fəzilətdir?
O zaman onun üçün fəzilətdir ki, onun görəcək daha mühüm işləri var, daha vacib işləri var. Ona görə qəlbində kimlərəsə kin saxlamaqla öz enerjisini bu boş şeyə sərf etmir. Yəni daha dəyərsiz, lazımsız bir şeyə sərf etmir. Ona görə o yüklərini boşaldaraq, yəni hilm sahibi nə deməkdir? Lazımsız yüklərini arxada qoyur. Lazımsız çünki kim bir yüktür. Kim bir yüktür. Və sən qəlbində nə qədər kin saxlayarsansa, bir o qədər yüklü olarsan. Bir o qədər gərgin rejim altında olarsan. Və bir o qədər enerji itirərsən. Hilm sahibi olmaqsa o vaxt insana fayda verir ki, sənin daha mühüm işlərin var. Sənin daha mühüm işlərin var. Daha mühüm işlərə enerji çatdırmaqdan ötürü, vaxt çatdırmaqdan ötürü və fikrini daha mühüm işlərin üzərində cəmləməkdən ötürü daha lazımsız işləri, o kindir, küdrətdir, kimləsə prinsip aparmaqdır və s. bunları boş verməkdir. Bu zaman sən həqiqətən hilm əhli olursan. Digər halda isə, məsəl üçün, sənin zaten mühüm işlərin yoxdur. Yəni, səhər işə, axşam evə, nə bilim, boş vaxtın onda yatırsan, çay içirsən, televizora baxırsan, sosial şəbəkələrdə şey edirsən, yəni gəzirsən. Bu zamanda kimsə də gəldi sənə nəsə pislik elədi, onda deyirsən ki, yersin, yesin işlə məşğul olsun, mən başım Instagrama qarışıb. Yəni, bu veçsizlikdir, bu qapazaltı olmaqdır, bu zəiflikdir, qorxaqlıqdır və s. Yəni, müxtəlif adlarla səciyyələndirmək olar yerinə görə. Bu hilm əhli olmaq deyil. Hilm əhli olmaq, yenə təkrar edirəm, o kimsə hilm əhli olur ki, onun daha mühüm işləri var. Adam məsəl üçün dəvətçidir, adam məsəl üçün bir şeylər yazır, insanları toplumu irşad eləyir və yaxud da hər hansı bir Allahın dininə yardım üçün müəyyən işlərdə çalışır. Daha mühüm məsələlərlə məşğuldur, hansı ki, özünə də, əhlinə də, ümmətə də dəyər qatır. Bu zaman artıq kimsə də nəsə haradasa bir söz dedi, kimsə ki, haradasa qulağa gəlib çatır ki, filan kəs sənin haqqında belə-belə danışıb, nə eləyib. Onu boş verirsən, çıxır gedir. Çünki hər hürən itə daş atanda insan gelib heç o mənzil başına çata bilməz. Bundan dolayı da hilm önəmli bir məsələdir. Və təbii ki, hilm də hikmətlə birgə çalışır. Yəni, hikmətli olaraq hilm sahibi olmaq lazımdır. Amma hikmətli olmadan hilm sahibi olmaq insanı veçsizliyə aparır. Yəni, lider, ondan dolayı da üzr istəyirəm, hilm əslində lider də bundan dolayı dəyərlidir. Yəni, biri var saxta hilm, necə hikmətin saxtası var. Eyni zamanda hilmin də saxtası var. Saxtası bayaq dediyim kimidir. Yəni, adamın zaten mühüm işləri yoxdur, veçsiz bir adamdır. Yəni, özünə qarşı yönəldilmiş təhqirləri və pis rəftarı da udur ki, əsas odur ki, mən rahatımdan, komfortumdan vaz keçməyim. Gel bir də ondan dalaş elə və yaxud nə ya tənbəldir, ya qorxaqdır, ya veçsizdir. Amma hilm yalnız o kimsədə olur, o kimsə hilmli kimsədir ki, onun daha mühüm işləri var və daha mühüm işlərindən güzəştə getməmək üçün o işləri tərk edir. Allah subhanahu wa ta'ala bizi hilm sahiblərinə etsin və Allah Rasulü sallallahu aleyhi və səlləmindən bir hədislə nəql edərək bu qısa dərsi bitirək biiznillah ta'ala. Deyir ki, innəməl ilmu bit-təallüm və innəməl hilmu bit-təhallüm. Deyir ki, elm öyrənilərək əldə edilir. Təlimlə əldə edilir. Hilm isə onu yaşamaqla əldə edilir. Yadınıza gəlirsə, biz bundan öncəki dərslərin birində də belə bir hədis zikr etmişdik. Demişdik ki, وَمَنْ يَتَصَبَّرْ يُسَبِّرْهُ اللّٰهِ. Kim səbr edərsə, Allah onu səbirli edər. Demək ki, biz buradan da belə bir fayda çıxır ki, yəni sadəcə istər hilm olsun, istər səbr olsun, istər digər xüsusiyyətlər olsun, əxlaqa, əqidəyə aid olan məsələləri danışmaq kifayət etmir. Və hətta danışmaq insanda pis bir xarakterdə ortaya çıxarda bilər. Sadəcə danışmaq, sadəcə zikir məclislərində müzakirə etmək. Ki, insan yalnız danışır, amma əməldə heç nə etmir. Ya eyyuhəl-ləzīnə əmənu limə təqulunə mə lə təf'alun ayəsinə aid ola bilər ki, Allah qorusun. Yəni, ey iman edənlər, niyə etmədiyin şeylər danışırsınız? Kəbura maqtənə indəllahi ən təqulu mə lə tə'ləmun. Yəni, Allah yanında sizin etmədiyin şeylər danışmanız ağır bir şeydir. Yəni, ona görə də ola bilər ki, biz deyik ki, nə var ya burada? Yəni, zato zikr eləyirik, zato söhbət eləyirik. Amma əslində isə Allah qatında bu ağır bir şeydir. Ona görə, məsələn, əgər həqiqətən də səbirli olmaq istəyiriksə, səbri praktika edəcəyik. Həqiqətən də hilm əhli olmaq istəyirsə, bunu praktika edəcəyik. Həqiqətən də cəsur olmaq istəyiriksə, bu cəsarəti praktika edəcəyik və s. və ilaxır. Yəni,
Hər bir şey yaşanılaraq əldə edilir. Zaten sahabələr kitab oxumurlar. Sahabələr sadəcə olaraq da danışıb dağılışmırlar. Onlar meydanda öyrənirdilər hər şeyi. Hər bir şey, hətta elə olurdu ki, kimsə böyük bir xəta eləyirdi. O xətadan sonra bir vəhiy gəlirdi və Allah Rasulü sallallahu əleyhi və səlləm hər hansı məsələdə təlimat verirdi. Ondan sonra möminlər öyrənirlər ki, ha doğrusu buymuş sən demək. Amma artıq olan olub keçən keçib. Yəni amma buna rəğmən öyrənirdilər və sonra özlərini düzəldirdilər. Bu nədir? Bu meydanda öyrənməkdir. Və meydanda öyrənməyən insan heç və həqiqi mənada İslam tərbiyəsindən tərbiyə oluna bilməz. Mütləq yaşamaq lazımdır. Mütləq addım atmaq lazımdır. Mütləq komfort zonanı keçmək lazımdır. Nəfsinə ağır gələn işlərin altına girmək lazımdır. O zaman insan tərbiyə görmüş olar. Əks təqdirdə isə yalnız danışar və bir iş görməz və bu da onda əksində pis xislət yaradar, nəinki yaxşı xislət. Ona görə daim bunun nəzərində saxlamaq lazımdır ki, ədəb və əxlaq mövzuları və əqidə mövzuları sadəcə olaraq danışmaq üçün olan mövzular deyil. Onlar yaşamaq üçün olan mövzulardır. Yaşanılmalıdır. Sanki sən namaz haqqında danışırsan, amma özün namaz qılmırsan. Namaz haqqında zikr eləyirsən, insanlara öyrədirsən, amma nə sənə qulaq asanlar bunu yaşayırlar, nə sən özün yaşayırsan. Bu necə sənə fayda vermirsə, bu danışmaq. Əksinə, o bilgi, o elm sənin əleyhinə hüccət olursa qiyamət günü, eyni şəkildə bu əqidə məsələlərinə də aiddir. Eyni şəkildə bu əxlaq məsələlərinə də aiddir. Danışılaraq, yalnız danışılırsa və lakin yaşanılmırsa, bu zaman o insanın əleyhinə bir hüccət olur. Yaşadığı həyat da onun əleyhinə hüccət olur. Sərf etdiyi zaman da onun əleyhinə hüccət olur. Və malik olduğu və yaxud da ki, təlim etdiyi bilgi də ona olur. Onun əleyhinə bir hüccət olur. Çünki bu dünyada heç bir şey neytral deyil. Hər bir şey bizim ya lehimizədir, ya əleyhimizədir. Allah subhanahu wa ta'ala ömrünü öz lehinə çevirənlərdən etsin bizi. Allah subhanahu wa ta'ala bizi hilm əhlindən etsin. Allah subhanahu wa ta'ala bizi elmi ilə hərəkət edən, elmi ilə yaşayan, elmi ilə əməl edən qullarından etsin. Və ayağımız sürüşəndə, qəflətə düşüb günahlara mübtəla olanda və yaxud da hər hansı bir günah əməl etdikdə isə Allah subhanahu wa ta'ala bizi dərhal bunun ardınca tövbə edənlərdən etsin bizi. Və sallallahu və səlləmə alə seyyidina Muhammed və alə alihi və sahbihi əcma'in təslimən kətira.